Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Resulillahil emin. Habibi kulubina, tabibi nufusina, şefi'i zunubina, Ebu'l Qasimil Mustafa Muhammed sallallahu aleyhi ve alihi ve sellem ve ala ehli beytihi teyyibine tahirinel masumin ve la'nud daimu ala a'daihim ecma'in minel ana ila qiyami yevmiddin. İbadallah, usikum ve nefsi bi təqvallah. Əziz və hörmətli mömin qardaşlar, cümə iştirakçıları, özümü və siz, əziz qardaşları, ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Allah inşallah bizi dünyada təqvalı yaşayıb və axirətdə təqvalıların sırasında məhşərə gələn ümmətdən qərar versin inşallah. Cümə günüdür, mübarək gündür, İmam Zaman əleyhissalamın günüdür. Allah inşallah o Həzrətin zuhurunu təcil eləsin və bizi o Həzrətin zuhuruna şərait yaradan möminlərdən qərar versin inşallah. Bir salavat ihsan eləyək. Allahın Quran-ı Kərimdə, əziz qardaşlar, nemətləri var. Nemətlərdən bəhs edilir. Bir ayə-i kərimədə buyurur ki, Müteala Allah, Bismillahirrahmanirrahim və in ta'uddu ni'mətallah la tuhsuha. Əgər də istəsəniz, siz Allahın sizə verdiyi nemətləri sayasınız, onu siz sayanmazsınız. Yəni, Allahın verdiyi nemətlərin qarşısında siz istəsəniz onu sayasınız, acizsiniz. Yəni, Allahın çox nemətləri var insana. Quranda başqa bir ayə-i kərimədə buyurur ki, Allahın həmi zahiri nemətləri var, aşkar nemətləri. Həmi batini nemətləri var. Elə bir nemətlər var ki, insan onu görmür. Amma ona möhtacdır, ehtiyacı var. O olmasa hiss eləyər ki, nəsə də müşkül var. Quranda belə bir ayə də var ki, Allahın bəzi nemətləri var, aşkardır. İnsan onları görür. Bəziləri də var, gizlindir. İnsan onu görə bilmir. Və yaxud görsə də tam ona diqqət yetirmir. Quranda Allah Teala başqa bir nemətdən də danışır. Əllamə-i Təbətəvai rəhmətullah əleyh buyurur ki, əgər Allah Quran-ı Kərimdə gördünüz ki, bir ayədə bir nemət kəlməsi işlədib və böhründə heç bir qeyd gətirməyib, bilin ki, orada imamətdən danışır. Ən böyük nemət imamətdir, vilayətdir. Həzrət Əlinin, onun pak evladlarının məhəbbəti. Ki, Quranda da buyurur ki, Maidə surəsində bugün sizə olan nemətimi tamamladım. Bəs ən böyük nemətlərdən biri də vilayət nemətidir. Və eyni zamanda insanın vücudu, özünün o varlığı ki var, xilqəti, onun zahiri ki var, əgər insan ona diqqətlə yetirsə, diqqətlə nəzər eləsə, baxsa, görək ki, Allah Teala bunun bədənində bir çox nemətlər qərar verir. Ki, əvəzsiz. Quran-ı Kərimin Allah Teala Nəhl surəsinin 78-ci ayəsində buyurur, Bismillahirrahmanirrahim və cəalə ləkumus-səm'ə vəl-əbsarə vəl-əfidətə ləalləkum təşkurun. O sizə göz verdi, o sizə qulaq verdi, o sizə qəlb verdi, bəlkə şükür eləyəsiniz.
Allahın nemətlərindəndir. Göz, eşitmək, görmək, qəlb. Quran buyurur ki, bunların hamısı sizə Allahın nemətləridir. Və buyurur ki, Vallahu əxrəcəkum min butuni ummahatikum. Allah Teala de sizi deyir, analarınızındır, bətnindən çıxartdı. La ta'lamunə şeyən. Sizin heç nədən xəbəriniz yox idi. Və cəalə ləkumus səm'ə. Və sizə qulaq qərar verdi. Və ləəfidətə. Sizə qəlb qərar verdi. Və sizə göz qərar verdi. Ləalləkum təşkurun. Bəlkə şükr eləyəsiniz. Bəs nemətin müqabilində insanın vəzifəsi bir, neməti gərək tanıya. Düşünə onun haqqında. Ona adi baxmaya. Maddi, mənəvi fərqi yoxdur. Bir sağlamlıq verib Allah ona, bir göz verib, qulaq verib. Bir budur ki, onun ağarmalıdır, insan tanımalıdır Allahın ona verdiyi nemətləri. İkincisi, insanın vəzifəsi nemətin qarşısında onun hardan olduğunu gərək bilə. O mənə hardandır, kimdəndir bu gözəlliklər? Onu gərək bilə. Üçüncü vəzifəsi budur, gərək ona şükür eləyə. Allah Teala Quran-ı Kərimdə Həzrəti Peyğəmbərə buyurur ki, və əmma bi ni'məti Rabbikə fəhəddis. Zuha surəsində. Axırıncı ayəsi bu cürədə surənin deyil. Ya Peyğəmbər, və əmma bi ni'məti Rabbikə fəhəddis. Rəbbinin neymətlərindən danış. Demir neymətlərdən, deyir Rəbbinin neymətlərindən. Burada incə bir nöqtə var. Yəni ki, bir neymətin ki, sən Allahdan olduğunu bilmirsənsə da, o əslində neymət deyil. Elə bir, məsələn, bir dənə gözəl insandır, çox sevdiyin bir adamdır, amma ruhu bədənində yoxdur. Cənazədir da, ruhu bədənini tərk edir. Əgər Allahdan neyməti bilməsən ki, bunun sahibi, bunu mənə verən Rəbbimdir, eynən bənzər o ruhsuz cənazəyə. Hər nə olur olsun, sən bütün neymətlərin kökünü Allahdan bilməlisən. Ona görə Peyğəmbər Allah Teala buyurur ki, və əmma bi ni'məti Rabbikə fəhəddis. Ya Peyğəmbər, Rəbbinin neymətləri haqqında danış. Şükür eləmək neymətin qarşısında insanın vəzifəsidir. Əlində olan neymətlərə şükür eləyə. İnsanın bəzən elə bir çətinliyi olur ki, baxır ki, diqqətlə, bu çətinlikdir, əgər o bir çətinlik olsaydı, bu yoxdur. Bu yoxdur. Yəni, görə bilmir. Quran nə buyurur? Quran buyurur ki, لَاِنْ شَكَرْتُمْ لَأَزِيدَنَّكُمْ. Deyir, əgər şükür eləsəniz, deyir, demir neymətləri artıraram, maraqlı bir nöqtə deyir Allah. Deyir, لَأَزِيدَنَّكُمْ. Sizin özünüzü yüksəldərəm, deyir. Sizi artırıram, deyir. Yəni, siz gələrsiniz yuxarı. Nəinki o əlinizdə olan neymətlər artar. Yox, deyir, لَاِنْ شَكَرْتُمْ. Əgər şükür eləsəniz, لَأَزِيدَنَّكُمْ. O sizin özünüzə Allah bir bərəkət verər, vücudunuza. Yəni, insan bir məqama gəlir, çatır ki, Quranın baxışında Allah onun əməllərini qor qırağa, əməllərini kənara qor. Özü bir dərəcə çatır ki, deyib, mən sənəsin özünlə işim var, nəinki əməlinlə. Həzrəti Məryəmin haqqında nə buyurur Allah Quranda? Bismillahirrahmanirrahim. Və təqəbbələha Rabbuha bi qəbulin həsənin. Rəbbi deyir, Məryəmi gözəl şəkildə qəbul elədi. Yəni, artıq Məryəmin əməlləri onu bir dərəcəyə gətirib çıxartmışdı ki, Allah buyurur ki, mən sənin əməllərinlə, yox, özünlə işim var. Yəni, əməl insanı gətirə bir dərəcə çıxardar ki, Allah əməli qoyar kənara, insanın özünlə işi olar. Çünki deyir, əgər şükür eləsəniz, mən sizin özünüzdə bir dəyişikliklər baş verər. Özünüz gələrsiniz
yuxarı bir məqamlara ki, tövhidə tərəf yüksələrsiniz. Və qiyamət günü insanın bədənində olan bəzi üzvlər ki, Allah onu bizə nemət kimi tanıtdırır, onlar şəhadət verirlər insanın əleyhinə. Bəzi alimlər deyirlər ki, əslən təfsir alimlər deyirlər ki, o bədən üzvlərinin özü danışar. Bəzilər də deyirlər ki, o bədən üzvləri bir halda olar ki, o halından məlum olar ki, bu nə iş görür. Necə ki, məsələn, büyük psixologlar var, adamı danışdırmadan, gözünə baxanda, məsələn, bilirlər. Rənginə baxanda bilirlər. Bəzi həkimlər var, görürsən ki, adamın məsələn, rənginə baxanda, danışdıranda, deyir, səndə bu problemlər var. Məsələn, o yuxulamamış. Məsələn, hədislərdə var, deyir, göz qəlbin aynasıdır. Bəzi alimlər deyirlər ki, yox, o bədən üzvlərinin bir halı olacaq ki, o halından məlum olacaq ki, bu hansı işləri görür. Yox, bəzi təfsirçilər deyirlər ki, yox, elə danışacaq bədən üzvləri. Fussilə surəsinin 20-ci ayəsində Allah Teala buyurur ki, Bismillahirrahmanirrahim. Hətta izə ma cauha, elə ki, onlar gətirirlərlər məhşərə, cəhənnəmin kənarına, şəhidə əleyhim səmuhum, onların qulaqları onlara şəhadət verər. Və əbsaruhum, gözləri, və culuduhum, dəriləri, bima kanu ya'malun. Elədiklərinə dəriləri də şəhadət verəcəkdir, qulaqları, gözləri. Və yaxud başqa bir ayədə buyurur ki, İsrada 36-cı ayədə çox eşitməli bir ayədir. Allah Teala buyurur ki, la taquf ma leysə ləkə bihi ilmun. O şeyi ki, dəqiq bilmirsən, onun haqqında danışma, çalış. Çünki bizdə insan birdən bir şeyi ki, dəqiq bilmir. Məlumatı yoxdur. Şəxsi məlumatdır, kimisə də haqqındadır. Ümumiyyətlə də ondan heç bilgisi yoxdur. Allah deyir, la təquf ma leysə ləkə bihi ilm. Bir şey ki, dəqiq bilmirsən, onun üzərində dayanma, danışma. Niyə? İnnə səm'a vəl-basara vəl-fuadə kullun ulaikə kana anhu məs'ula. Qiyamət günü danışdığından, eşitdiyindən, gördüyündən məsuliyyət daşıyırsan. O şey ki, insan dəqiq bilmir, danışmamalıdır. İnsan hər bildiyini də danışmamalıdır. Birdən bilir, amma vəzifəsi danışmamaq, gərək danışmıyor. Bir də salavat ehsan edin. İnsan dedik ki, bu insanda gözdür, eşitməkdir, danışmaqdır, qəlbdir, bunlar neymətdirlər. İnsan birinci vəzifəsi eşitdiyinin haqqında gərək təhqiqat apara. Sırazı onu qəbul eləmək haqqı yoxdur. O eşitdiyinin doğru olub olmamağını bilməkdən ötürü gərək onun haqqında araşdıra, sırazı qəbul eləməyə, fərqi yoxdur. Allah Quran-ı Kərimdə buyurur ki, ya Peyğəmbər, fasik sənə bir xəbər gətirdiyi zaman araşdırın. İndi orada fasik deyir. Ümumiyyətlə, hər bir adam eşitdiyi haqqında araşdırma aparmalıdır. Allah Ənfal surəsinin 20 və 21-ci ayəsində buyurur ki, وَلَا تَوَلَّوْ عَنْهُ وَأَنْتُمْ تَسْمَعُونَ. Siz de Peyğəmbəri işitdiyiniz halda deyil, ondan üz çevirmeyin. Sonra buyurur ki, وَلَا تَكُنُ كَلَّذ۪ينَ قَالُوا سَمِعْنَا وَهُمْ لَا يَسْمَعُونَ. O kəslər kimi olmayın ki deyil, dedilər biz Peyğəmbəri eşitdik, amma əslində eşitmədilər. Tarixə baxın,
O adamlar ki, Peyğəmbərin yanındaydılar, Peyğəmbərə deyirdilər, biz səni eşidirik, amma Peyğəmbərin dediklərinin əksinə hərəkət elədilər. Sən elə mömin olma ki, Allahın ayələrinin, hökmlərini eşit, amma onun əksinə əməl elə. Quran deyir, وَلَا تَكُنُوا كَالَّذِينَ قَالُوا سَمِعْنَا. O kəslər kimi olmur ki, eşitdik, amma əslində eşitmədilər. Eşitsələr əməl eləyərdilər. Yəni, əgər əməl eləməksansa, deməli eşitməyibsən. Eləcə qulağına dəyib. Gələn insan eşitdiyinə nə qayra? Əməl eləyə. Eşitdiyin haqqında təhqiqat apara geç. O ki, müsbət şeydə olar, bunu gələk eşidə, ona əməl elə, gələk ona əməl eləyə. Möminlərin bir xüsusiyyəti də budur, eşitdikləri haqqında Qəsəsdə Allah Teala buyurur ki, وَإِذَا سَمِعُوا اللَّغْوَ أَعْرَضُوا عَنْهُ. Onlar deyir, puç sözlər deyir, həm danışmazlar, həm də deyir, puç sözlər eşidəndə deyir, ad-deyib gedərlər, əhəmiyyət verməzlər deyir. Deyək ki, belə boş şeylərdir. Bunu, məsələn, nə danışmaz deyir müminin özü. Ondan da belə böründən görür ki, boş şey danışır, onu da addadar, ona da fikir verməz. Allah eşitməyin ən gözəl yerlərindən birini də Əraf 204-də bizə bəyan edilir. وَإِذَا قُرِئَ الْقُرْآنُ فَاسْتَمِعُوا لَهُ وَأَنْسِتُوا لَعَلَّهُمْ تُرْحَمُونَ. Quran oxunduğu zaman deyir, qulaq asın, eşidin, bəlkə rəhm olmasınız. İnsan görürsən, Quran oxunanda qəflətə düşür, diqqət eləmir. Ya 5 dəqiqə, 10 dəqiqə, ya ölü yerindədir, səbir eləyənmir. Ya məsciddədir, səbir eləyənmir. 10 dəqiqə, 5 dəqiqə görürsən ki, Quran oxunanda Allah deyir ki, qulaq asın deyir, bəlkə rəhm olunasınız. Böyük ariflər Quran oxunanda zikri saxlayırdılar. Onlar ki, böyük alimlər vaydan zikir deyirdilər, təsbəhlə, zadla. Quran oxunanda onlar o zikri dayandırırlar. Çünki deyirlər ki, Allahın ən böyük zikri Allahın ayələri Qurandır. Bir salavat ehsan eləyək. İnsan bəzi eşitdiklərinə də gələk dözə. O adamlar ki, ictimai adamlardır, görürsən ki, eşidir daha eşidir, məsələn, danışırlar. Onlara səbr eləməlidir. Tövbə surəsinin 61-ci ayəsində Allah Teala buyurur ki, وَمِنْهُمُ الَّذ۪ينَ يُؤْزُونَ النَّبِيِّ. Onlar o kəslərdilər ki, deyir, Peyğəmbərə əziyyət verirdilər. Və yəqulunə huvə uzunun. Nauzubillah, deyirlər ki, o qulaqdır. Allah Teala buyurur, qul uzunu xeyrilləkum. O sizin üçün nə gözəl qulaqdır, siz eşidir. Allaha və deyir, onun axirət gününə iman gətirin, qəbul eləyin. O sizin üçün bir rəhmətdir. Bir nəfər Peyğəmbərlə qarşılaşdı, başqa yerlərə də gedirdi. Peyğəmbər dedi, filan yerlərə getmə, elə bil filan yerlərə də gedirsən. Dedi, yox ya Rasulallah. Dedi, da baxdı, elə bil gedirsən, dedi. Gəldi, öz adamların içinə, Nauzubillah, haşa Peyğəmbər məqamından, dedi, az qaldım, dedi, yaxalanam, əmədi qulaqladım, deyir. Bir tər deyir, başı qandırdım, deyikən getmirəm. Quran deyir, yox, siz o hərəkətinizlə deyir, Peyğəmbəri incilirsiniz, deyir. O qulaqdır, deyir, amma sizin üçün, deyir. Sizin dediklərinizi eşitsə. Və dedik ki, insanın eşitdikləri haqqında araşdırma aparmalıdır. Quran buyurur, fəbəşşir ibadi. Deyir, muştuluq ver mənim o bəndələrimə ki, əlləzinə yəstəmiunəl qavl fəyəttəbiunə əhsənə. Sözü deyir, eşidərlər, deyir, amma onun ən gözəlinə itaət eləyərlər. O ki, onlara lazımdır, onun arxasından gedərlər. Allah inşallah bizi bu göz neymətindən, qulaq neymətindən və bədənimizin üzvündə olan bütün neymətlərdən müsbət şəkildə istifadə eləməyi bizə nəsib eləsin. Allah bizə verdiyi zahir və batin neymətlərin qədrini bilməyi və onun şükrünü yerinə yetirməyi Allah bizə kəramət eləsin.
Allah inşallah bizim aqibətimizi xeyirli qərar versin. Allah inşallah bizi ölənə qədər imanla yaşayıb və öləndə də imanla ölməyə Allah bizə kəramət eləsin. Allah xəstələrə şəfa, acil mərhəmət eləsin. Allah bu günün hörmətinə kimin nə duası var iltimas eləyib, öz dərgahında müstəcab eləsin inşallah. Və selamu aleykum və rəhmətullahi və bərəkatuh. Bismillahirrahmanirrahim. Qul huvallahu əhəd. Allahus saməd. Ləm yəlid və ləm yulad və ləm yekullahu kufuven əhəd. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Ve salatu ve selamu ala Resulillahil amin. Habibi kulubina, tabibi nufusina, şefi'i zunubina. Abil Qasimil Mustafa Muhammed sallallahu aleyhi ve alihi ve sellem. Ve ala ehli beytihi tayyibin, el-tahirin, el-masumin. Ve ala aliyin emiral mu'minin. وعلى حبيبته الحسن والحسين سيدة نساء العالمين فاطمة الزهراء سلام الله عليها وعلى الحسن والحسين سيدي شباب أهل الجنة وعلى علي بن الحسين ومحمد بن علي وجعفر بن محمد وموسى بن جعفر وعلي بن موسى ومحمد بن علي وعلي بن محمد والحسن بن علي والقائم الحجة المهدي عجل الله تعالى فرجه الشريف أئمة المؤمنين وحماة المستضعفين عباد الله أوصيكم ونفسي بتقوى الله. Əziz və hörmətli mümin qardaşlar, yenə özümü və sizi bu əziz cümə günündə təqvalı olmağa dəvət edirəm. Allah bizi inşallah qiyamət günü həqiqi təqvaların sırasında qərar versin inşallah. Bismillahirrahmanirrahim. Və ləqəd kərrəmnə bəni Adəm və həməlnəhu fil bərri vəl bəhr وَرَزَقْنَاهُمْ مِنَ الطَّيِّبَاتِ وَفَضَّلْنَاهُمْ عَلَى كَثِيرٍ مِمَّنْ خَلَقْنَا تَفْضِيلًا. Müteala Allah İsra suresinin 70. ayəsində buyurur ki, həqiqətən biz Adəm evladını kəramətli yaratdıq, şəxsiyyətli yaratdıq, əziz yaratdıq, möhtərəm yaratdıq, şərafətli, ləyaqətli yaratdıq Adəm evladını. Və həməlnahu fil bərr vəl bəhr, dənizdə və quruda seyr etməyi ona lütf elədik. Bəzi seyirləri onların qurudadılar, bəzi seyirləri gəmi vasitəsindən dənizdədir, bəzi ruziləri dənizdədir, bəzi ruziləri torpaqdadır. Belə bir varlığı yaradandan sonra buna bu şəraitdə yaratdıq deyir. Bəzi ruzilər deyir, sizin üçün dənizdədir. Və bunun yeməyini də fərq edirlədik. Və rəzəqnahum minət-tayyibat. Bunun yedikləri də pakdır. İnsanın yeməyində iki şey əsas şərtdir, qardaşlar. Bir, onun halallığı şərtdir, bir də paklığı şərtdir. Mümkündür, pakdır, halaldır, mümkündür, halaldır, pakdır. Quran deyir, bəs möminlərin, iman əhlinin, Allahı tanıyanların yeməyinin iki dənə şərti var. Bir, pak olmalıdır, bir də halal olmalıdır. Quran buyurur, və rəzəqnahum minət-tayyibat. Biz onlara paklardan ruzi verdik. Bu hələm hər şey yeməz. Üzr istəyirəm, bunun ilə yeməyi də fərqlidir. Və fəzzəlnahum əla kəsirin mimma xələqnə təfsila.
Biz o insanı deyir, yaratdığımızın deyir, bir çoxundan üstün yaratdıq. Nəinki bir çoxundan, hamısından. Yəni, insan, Adəm, Allahın yer üzündə ən fəzilətli, ən şərəfli, ən kəramətli varlığıdır. Quran buyurur, bunun xəlifə olma ləyaqəti var. Mən bunu gələk xəlifə qərar verirəm. Quran buyurur ki, bunun mənim bütün sifətlərimi özündə cəm eləmək qüdrəti var. Həzrəti İsa kimi Rəbbin izindən ölüyü dirildirdi, kora şəfa verirdi, torpaqdan quş düzəltdi. Allah dedi, Allahın əmrindən üfül uçsun. Bu belə bir varlıqdır. Yəni, bunun şəxsiyyəti var, kəraməti var. Kəramətin əgər məna eləsək, buyurur ki, Allah biz Adəm oğlunu kəramətli yaratdıq. Buyurur ki, ləyaqət və izzət mənasındadır. İnsan heç vaxt özünü zəlil vəziyyətə salmaz. Kəramət də o adama deyirlər ki, bu adam öz şəxsiyyətini qoruya. Həm özünə hörmət eləyə, həm başqalarına hörmət eləyə. Buna deyirlər, bu kəramətli adamdır. Əgər sadə tərcümə eləsək, yəni öz şəxsiyyətini qoruyan adam. Çünki o şəxsiyyətli yaranıb. İnsanın iki cəhətdən kəraməti var, şəxsiyyəti var. Bir, onun ağlı var, düşüncəsi var, seçmə qüdrəti var, qabiliyyəti var, haqqı, batili seçə bilir, ağlı var, ondan əlavə onda onu yüksəldəcək ruh var ki, o başqa məxluqatda yoxdur. Allah Teala buyuruyor, ənə nəfəxtu min ruhi, mən ona öz ruhumdan vermişəm. Yəni, belə bir varlıqdır, kəramətlidir. Bir də bunun xilqəti, yaradılışının özü kəramətlidir. Yəni, Allah Teala bunu əyaq üstə yaradıb, gözlərini, bütün o sinxiyyəti ki var vücudunda, sanki bir nizamından xəbər verir, bir varlığın böyüklüyündən xəbər verir, gözəl şəkildə yaradıb yəni. Gözlər öz yerində, qulaqlar öz yerində, bütün hər varlıq öz yerində qərar verir. Bu da bir cəhətdən buyururlar ki, insanın kəramətidir. Çünki başqa bir ayədə Allah Teala buyurur ki, ya əyyuhəl insan, İnfitar surəsinin 6, 7, 8-ci ayəsində. Buyurur, ya əyyuhəl insan, ey insan, ey Adəm, ma qərrəkə bi Rabbikəl kərim, səni kəramətli olan, əziz olan, sənə mehriban olan Rəbbinə qarşı nə təkəbbürləndirdi? Sən niyə ona qarşı gəldin, deyir. Əlləzi xələqəkə, o ki səni yarattı. Fəsəvvəkə, sənə həmən o gözəl surət ki deyir, onu verdi. Fəədələk, səndən ədalətlə rəftar elədi. Fi əyyi surətin maşa'a rəkkəbək, eləyə bilərdi səni hər nə görə istəsə yaratsın, sən o yaradılışı qəbul eləydin. Çox incə ayədir. Deyir, səni yaratdı və sənə gözəl biçim verdi. Amma ürəyi sən nə görə istəsə elə də yarada bilərdi, sən də etiraz eləyənməzdin. Ona görə deyirlər ki, insan həm ruh cəhətindən, ağıl cəhətindən kəramət sahibidir, həm də cismi fiziki cəhətindən. Bunun fizikası da, fizioloji forması da nədir? Allahın kəramətindən xəbər verir. Məsələn, bir dənə baş barmağı olmasa, bu 4 barmaq bir şey yaramır. Düşün ki, bu baş barmağın kəsildi. 4 barmaq heç də düş görənmirsən. Bunun böyük bir funksiyası var. Ona görə Allah Teala buyurur ki, biz Adəm oğlunu kəramətli yaratdıq.
Və hər bir insanın da cəmiyyətdə gərək şəxsiyyəti, kəraməti qoruna. Dilindən, dinindən, inancından, hətta kafirin də kəramətini pozmağa bizim haqqımız yoxdur. Küfədə Əli əleyhissalam şəhadətə çatanda gördülər ki, bir Yahudi müsəlmanlardan çox şiddətlə ağlayır. Yaxınlaşdılar əleyhissalam, dedilər ki, sən Yahudi, bu imam da müsəlmanların imamıdır. Dedi, bəli, bu müsəlmanların imamıdır, mən də Yahudiyəm. Dedi, bən niyə bunun dünyasını dəyişməyinə bu cürə şiddətlə ağlayırsan? Dedi, bir dəfə mənim haqqımı, dedi, Küfədə qəsb eləmişdilər, bu Küfəyi alt üst elədi. Yəni, qoymadı mənim haqqım zay olsun, mənim kəramətim aradan getsin. Yəni, hər bir insanın kəraməti qorunmalıdır cəmiyyətdə. İstər vəzifə cəhətindən baxaq, istər dil cəhətindən baxaq. Hər şəxsiyyət ki var, bizim ixtiyarımız yoxdur. Heç bir insanı aşağılamağa. Əli əleyhissalamın Malik Əşdərə yazdığı məktubda 2 dənə söz deyir Malikə İmam Əli əleyhissalam. Deyir, Malik, Misirə ki gedirsən, Misirdə insanların malını, canını qənimət bilmə. Onlarla yırtıcı, vəhşi heyvan kimi davranma. Niyə Malikə belə deyir Əli əleyhissalam? Deyir, çünki onlar 2 sinifdən yuxarı döylər. İmma əxun ləkə fiddin, ya müsəlmandırlar, sənin din qardaşlarındılar, İmmə nəzirun ləkə fil xaliq, ya da Adəmdirlər, Adəm evladıdırlar. Və ləqəd kərrəmnə bəni Adəm. İnsandırlar, bütpərəst ola bilər, xristiyan ola bilər, Yahudi ola bilər, məcusi ola bilər, müsəlman ola bilər. Yəni, heç kimin kəramətini, şəxsiyyətini sındırmağa icazəmiz yoxdur. Həm gərək özünü qoruyasan, həm də cəmiyyətdə olan insanların şəxsiyyətini qoruyasan. İnsan azaddır. Bir məxluqdur ki, Allah onu azad yaradır. Amma başqalarının azadlığına mane olacaq həddə yox. Sən azadsan, amma kimlərinsə də azadlığını əlindən alacaq qədər yox. Onda ögör sən azad hesab olunmursan. Hər bir cəmiyyətin üzvü azaddır. Əli əleyhissalam da buyurur ki, başqasının qulu olma, Allah səni azad yaradır. Amma nə bu məniyə ki, sən öz azadlığından sui istifadə edib, kimlərin azadlığına mane olasan. Buna bizim dinimiz icazə vermir. Gəldilər Peyğəmbərin yanına, dedilər, ya Rasulallah, bir dənə xanım var, təsumun nəhar, təqumun leyl, günüzlərdir, bütün günü oruçdur, gecələri də ibadət edilir. Bizim sözlə dedilər, ya Rasulallah, xoş halına. Peyğəmbər dedi, la xeyrə fiha. Dedi, onun ibadətində zərrə qədər xeyir yoxdur. Dedi, niyə? Dedi, çünki dilinlə qonşuları çox narahat edilir. Yəni, insanın haqqı yoxdur qonşusunu incitməyə, narahat eləməyə. Nə dilinlə, nə əlinlə, nə sözünlə. Peyğəmbərə dedilər, ya Rasulallah, müsəlman kimdir? Məscidə getmək gözəldir, namaz qılmaq vacibdir, oruç gərək tutasan, Quran oxumaq savabdır, ziyarətə getmək, halal ruzi qazanmaq. Bunların hamısı müsəlmana yaraşan şeylərdir. Amma Peyğəmbər buyurdu, ya yox, müsəlman dedi, nə məscidə gedəndir, nə namaz qılandır. Təbii ki, bunlar vacibdirlər. Dedi, müsəlman o adamdır ki, onun ətrafında olanlar onun gözündən, dilindən, əlindən amanda olar. Ona deyilə müsəlman. Yəni, heç düşünmür ki, bu dilinlə məni narahat edir, ya gözünlə, ya əlindən. Deyir, müsəlman o adamdır ki, qonşusu onun gözündən, dilindən, əlindən amanda olar. Bu bizim dinimizdir. Bu bizim Peyğəmbərin gətirdiyi dindir ki, cəmiyyətə sülhü, mədəniyyəti, əmin-amanlığı, insanları sevməyi, dilindən asılı olmayaraq bunu bizə örgədir. Da onu, məsələn, kimlərsə da
götürüb o dini terörist din adlandırır, nə bilim, terör adlandırır da, o da onun özünün baxışıdır. Gələk ki, öz baxışından qayda düzəldə. Allaha ant verirəm izzət və cəlalı hörmətinə. Allah bizi, dinimizi olduğu kimi düşünüb, yaşamağı bizə kəramət eləsin. Allah bu cümə günün hörmətinə dünyadan gedənlərimizi qəriq rəhmət eləsin. Allah bu cəmin əllərini bu cümədən boş qaytarmasın. Allah inşallah Həzrət-i Məhdi Əcəlallahu Teala Fərəcəhu Şərifin zuhurunu təcil eləsin. Allah bizi o Həzrətin zuhuruna əhl eləsin. Allah dünyada yaşayan müsəlmanlara fərəc nəsib eləsin. Allah inşallah məzlum Qəzzə xalqına, ki, olar ki, doğrudan həqiqətən məzlumdular, insanlığın son bitəcək nöqtəsidir ki, onlara qarşı olan zülümlər, Allah onlara tezliklə fərəc nəsib eləsin. Allah olar ki, naxaq yerə zindanlara həbs olublar, İmam Hüseyin əleyhissalamın yolunda, din yolunda, Quran yolunda, hicab yolunda və məxsusən o 6 nəfər möminə xanım ki, onlar da zindanlara həbs olublar, Ərbəin ehsanı verdiklərinə görə, hər nə bəhanə ilə ki, onları da Allah tezliklə fərəc nəsib eləsin. Allah inşallah onlara xanım Zeynəb Salamullah əleyhanın səbrini kəramət eləsin. Allah inşallah dualarımızı müstəcab eləsin. Gələcəyimizi keçmişimizdən daha xeyirli qərar versin inşallah. Və selamu aleykum və rəhmətullahi və bərəkatuh.